Nə qəmgin ötürsən dağ sinəsində, şikarı puç olmuş yaralı qartal, səni zalım ovçu ov bərəsində məni fələk vurmuş yaralı qartal. Yandırır göyləri ahın, amanın, birdə sağalmağa varmı gümanın, indi görürsən mi çarxı zamanın vəfası buymuş yaralı qartal. Dünən caynağımda bir ahı düdən, bugün məlul can verir nədən, bəlkə mənim kimi eşqin əlindən bəlasını bulmuş yaralı qartal. Getdiyin torpaqda tək çəksən dərdi. Desələr, nə ahdı, bu nə kədərdi. Söylə ki, Alqayıt məndən betərdi, qolu bağlı qalmış yaralı qartal. Leyla xanım, qartal elə bir canlıdır, elə bir yiğitlik rəmzidir ki, bütün canlılar qışda öz yuvasını tərk edir, qartal öz yuvasında sadiq. Zirvədə dimdiyində buz donur, həm oranı tərk eləmir. Və ömrü boyu düşüb yerdə ov eləməz, ovunu göydə parçalayır. Bu böyük bir hikmətdir. Belə bir qartalanı güllə dəyməyi elə başa düşdüm ki, mənim özümə dəyib o güllə. Çünki o sərbəstliyi olmayan adam, azadlığı olmayan adam, kimisə tərəfindən izlənilən adam deyə bilməz ki, mən sərbəst yaşayıram. Amma indi yaralı qartal şeirləri yazılmır burada. Burada indi sevgi cinasları yazılır, Azərbaycan simfoniyası yazılır, Qalxay Azərbaycan şeirləri yazılır, vətən şeirləri yazılır. Mən çox-çox elimə, xalqıma qartalın ömrünü arzu eləyirəm, qartalın sadiqliyini arzu eləyirəm. Amma güllə dəyməmək şərtindən, yaralanmamaq şərtindən. Elə orada bir şeir də var. Ki, malades sən nə gözəl ovçusan, afərin qartalı vurdun, dedim, yox. Mən ömrümdə ilk dəfə idi tüfəng aldım dizim üstə. Bir qartala güllə dəydi, qan da düşdü dizim üstə. O yazığı görcəyinlər, qara geydi yasəmənlər, incifti göyçəmənlər qoymar ki, gəzim üstə. İtirifdi balasını, hey axtarır yuvasını, yıxdım könlüm qalasını, bir od vurdum özüm üstə. Sıx ormanlar batdı yasa, günahkaram hakim varsa, qartal məni bağışlasa sürünərdim üzüm üstə. Alqaydam dedim, toba, bir daha çıxmaram onun oba. İndən sonra bu el, oba, öl də desə gözüm üstə. Vətənimizi qartallı, ömrümüzü qartallı görmək istəyirəm. Sağ olun.